Əksər muzeylər və qoruqlar kimi Qala Dövlət Tarix Etnografiya Qoruğu da 1-ci Avropa oyunları zamanı qonaqları qarşılamağa hazırdır. Açıq səma altında unikal tarix və mədəniyyət nümunəsi. Bura Bakının Qala kəndindəki Qala qoruğudur. Digər muzey və qoruqlarda olduğu kimi burada da Bakı 2015 1-ci Avropa oyunlarına hazırlıqlar yüksək səviyyədə həyata keçirilib. Təcrübəmiz də var, imkanlarımız da var və yeni bu Avropa oyunlarına hazırlıq dövründə həmin bu təcrübədən istifadə edərək, imkanlardan istifadə edərək çalışmışıq. Elə bir hazırlıq iş aparıq ki, gələn ziyarətçilərdir, qonaqlardır, idmançılardır və s. Bunlar hamısı səviyyədə, lazım olan səviyyədə qəbul edək. İş rejimimiz dəyişib, yəni səhər saat 9-dan axşam 9-a bizim muzey kompleksləri hamısı işləyəcək. Qonaqlar üçün bələdçi xidmətləri də tam hazırda. Onların sayı artırılıb. Bələdçilər müxtəlif xarici dil kurslarından keçərək bilgilərini təkmilləşdiriblər. Eyni zamanda qoruq ərazisində audio bələdçilər də fəaliyyət göstərir. Tarixi məkanda Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl 3 ikinci minilliklərdən orta əsrlərə qədər olan böyük bir dövrə əhatə edən qayaüstü rəsmlər, qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və digər maddi mədəniyyət nümunələri qorunur. Hər gün yüzlərlə insan buranı ziyarət edir. Səfər zamanı marşrut boyunca bizi valeh edən çox şeylərlə rastlaşdıq. Ayağımızı qoyduğumuz hər addımda kiçik bir daşın belə tarixi var. Mən təsəvvür etməzdim ki, Bakı bu dərəcə ecazkar şəhərdir. Mən Bakıda olmaqdan məmnunam. Tətilimiz çox maraqlı keçir. Etiraf edim ki, buraya gələnə qədər Azərbaycan haqqında elə də geniş bilgilərə malik deyildim. Amma indi olduqca zəngin təəssüratlarım var. İnsanlarınızın mehribanlığı, qonaqpərvərliyi məni valeh etdi. Azərbaycana yenə gəlmək istəyirəm. Ölkənizin İngiltərəli dostlarım arasında layiqli təqdimat üçün əlimizdən gələni edəcəyik. Çünki Qərblə Şərqin mərkəzində yerləşən, dünyada balaca da olsa böyük ürəyi olan Azərbaycan haqqında məlumatları yaymaq bizim özümüz üçün də maraqlıdır. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən yaradılan Qala Arxeoloji Muzey kompleksində əcnəbilər Bakının kənd adət-ənənələri ilə interaktiv şəkildə tanış olmaq imkanı əldə edəcəklər. Qonaqlar dəmirçi, dulusçu, xalçaçı emalatxanalarında iş prosesini izləyə biləcəklər. Qala kəndində yaşamış tacirə məxsus və 1810-cu ilə aid evi mətbəxində yuxa yayıb, saç üzərində lavaş bişirmək də mümkün olacaq. Qonaqlar üçün fayton gəzintisi də təşkil ediləcək. Bundan başqa onlar ponilərə, dəvələrə tamaşa edə biləcəklər. Günel Habil qızı, Zaur Dadaşov, Şövqi Əzizov, xəbərlər.